Bugün temas etmek istediğim mevzu yine kısa olarak İslam tarihine bir bakıştır. Ama nece bakış? İslam devlet ve hukuk tarihine bir bakıştır. Yani dövrler zaman var içerisinde İslam dünyasında giden proseslerin neticesi olarak biz bugün tamamıyla başka bir dünyada yaşıyoruz. Bəs İslam hukuk tarihi ne ile bağlıdır? İslam hukuk tarihi Peygamberimize Kur'an'ın nazil olmasıyla başlayır. Ve artık Peygamberimize Kur'an'ın nazil olmasından sonra insanlar arasındaki münasibətlərin tənzimlənməsi vəhy ilə əlaqədar olur. Yəni hukuk sisteminin, devlet hukuk sisteminin temelinde esasında Allah'ın kitabı dayanmağa başlayır. Yəni qanunvericilik, belə deyək, fəaliyyəti, istənilən bir qayda və qanun Allah'ın kitabı əsasında verilir. Hətta Peyğəmbərimizə yönəlmiş ayətlərdə Rəbbimiz bunu dəfələrlə bizə bildirir. Tətbiqi olaraq hansı dövlət aparat sistemi işləyir Peyğəmbərimizin aleyhissalatu vesselamın zamanında və ondan sonra ideal və nümunə olaraq hesab edilən İslam mütəfəkkirlərinin də ideal və nümunə hesab etdiyi Raşidi xəlifələr dövründə. İndiki dillə desək, çox demokratik bir ortam və çox demokratik bir sistem olur. Bu sözdən bir çox dindarlar qorxur. Yəni burada qəsd edilən nədir? Peyğəmbərimizin zamanında Mədinə əhalisi dinindən, dilindən və irqindən asılı olmayaraq Mədinə müqaviləsinə əsasən Mədinə dövlətinin idarəçiliyində iştirak edir və o iştiraki də tənzimləyir yenə Allahın kitabı. Peyğəmbərimizə Allah Teala hüququn əsaslarını indirir. Ən başlıcası ədalət. Heç kimin hüquq qarşısında bir fərqliliyinin olmaması. Bir dəfə Peyğəmbərimizin qızı, bir dəfə bir Qureyşdən bir qadın bir cinayət işləyir. O cinayət hökmünün ortadan qaldırılması üçün Ərəb müşrikləri Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bir sahabe vasitəsilə müraciət edirlər ki, o cəza ortadan qaldırılsın. Ama Peygamberimiz aleyhissalatu vesselam orada bildirir ki, sizden önceki qövmlər ona o şey halak etti ki, varlıları, güç sahiplerini, nesli böyük olanları, tayfası böyük olanları cəzalandırırdınız. Lakin o kəslər ki, nesli tayfası böyük değil, cəzalandırmırdınız. O kəslər ki, nesli tayfası böyük değil, onları cəzalandırırdınız. Hətta kızın Fatimə belə olsa, bu insan cəzasını tapacaqdır. Yəni hüquq qarşısında hansısa bir şəxsin fərqliyi, aliliyi yox idi. İslam hüquq tarixinin ilk mərhələsində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin zamanında. Daha sonra güclü şahidlik sistemini gətirir. Yəni məsələ ən dəhşətli cinayətlərdən biri zina cinayətidir. Yəni qeyri-qanuni cinsi əlaqə cinayətidir. Allahu Teala bu işin yüngülləşməməsi üçün, hər kəsin bir-birini bu işdə ittiham etməməsi üçün çox ağır bir şərt gətirir. Bu da 4 şahid olmaqdır. Daha sonra Kur'an'ın birçok yerində insanların hüquqi tərbiyəsinə önəm verilir və doğru şahidliyin önəmindən danışılır. Yəni atanızın, ananızın əleyhinə belə olsa ədalətli şahidlər olun. Ədaləti ayaqda tutan şahidlər olun. Daha sonra diqqətli hökm verməyə çağırır. Yəni Kur'an o ilkin İslam dövlət hüquq sistemi yarananda misal verir. Kur'an'da Davud Aleyhisselam'ın misalı var. Yəni hakimin, qazinin hökm verərkən tələsməməsinə, diqqətli olmasına, hər tərəfi dinləməsinə və hər tərəfi dinləmədən hökm verməməsinə dəvət edir. Yəni bu əsaslarda ilkin İslam hüquq dövlət sistemi formalaşır. Və Peyğəmbərimizə bildirir ki, Rəbbimiz onlarla istişarə et, yəni məsləhətləşmə sistemini gətirir dövlət idarəçilik sistemində. Amma eyni zamanda dövlət başçısına qəti qərar qəbul etdiyi zaman öz qərarında təmkinli olmağı, israrlı olmağı və davamlı olmağı da tövsiyə edir. Peyğəmbərimizdən sonra 4 böyük xəlifənin dövründə də eyni zamanda hüquq sistemi belə işləyir. Sahabələrin bir şurası var. Buna əhlil həl var, aqd deyilir. Yəni halı bilən və əqdləşə bilən, yəni güc sahibi olan, amma ədalətli insanlar olan, İslam hüququndan xəbərdar olan sanki bir senat kimi bir qurum var. Bu dövrdə də xəlifəyə əl çatanlıq yüksək səviyyədədir. Mədinə İslam dövlətinin istənilən vətəndaşı, hətta dinindən və irqindən asılı olmayaraq İslam dövlətinin istənilən vətəndaşı Raşidi xəlifələrə, Həzrət Əbu Bəkirdən başlamış Həzrət Əliyə qədər, Allah onların hamısından razı olsun, çox rahat bir şəkildə yaxınlaşıb öz etirazını bildirə bilərdi və hətta onların qərarları şəriətlə, yəni Qur'anla uyğun gəlmədiyi müddətcə onlara belə etiraz edilibdir. Məsələn, bir dəfə Həzrət Ömər
evlilik hüququnda dəyişiklik eləmək istəyir. Mehrin miqdarını azaltmaq istəyir. Bu zaman bir qırmızı yanaqlı qadın ona cümə zamanı etiraz edir və Həzrət Ömər deyir ki, o qadın doğrunu söylədi, Ömər yanlışını söylədi. Yəni burada da vətəndaş birbaşa Raşidi xəlifələrin fəaliyyətinə ictimai qınaqla, fikir söyləməklə müdaxilə edə bilir. Həzrət Əlinin şəhid edilməsindən sonra bilirsiniz ki, Muaviyyə Şamda qiyam qaldırır. Həzrət Əliyə qarşı Həzrət Osmanın qanını tələb etmək fikrini irəli sürərək və bu onunla nəticələnir ki, 661-ci ildə miladi təqvimi ilə İslam tarixində bir dəyişiklik olur. Artıq hakimiyyət seçkili olmur. Yəni İslam seçkili və yaxud ümmətin təyin etdiyi şəkildə olmur. Səltənət əmələ gəlir, səltənət. Yəni bir krallıq əmələ gəlir. Onun əmələ gələcəyinə dair də Peyğəmbər Əfəndimiz əleyhissalatu vesselam bizə məlumat verir. Amma bununla belə hüquq sistemində yenə də hüququn əsası Quran hesab edilirdi. Lakin artıq bundan etibarən hüquq sistemində istismarlar, hüquq sisteminin qeyri-düzgün istifadə edilməsi, ədalətsizliklərin əsası qoyulmağa başlayır. Yəni ilkin olaraq artıq Peyğəmbərimiz və 4 Raşidi xəlifələr dövründəki kimi olmur. Və bu period düz İslam hüquq sistemi 19-cu əsrdə çökənə qədər davam edir. Üzr istəyirəm, çökənə qədər davam edir. Və 19-cu əsrdən sonra Rusiya, Qafqazı, Orta Asiyanı, İngiltərə, Hindistanı, digər böyük imperialist dövlətlərlə digər müsəlman coğrafiyalarını işğal etdikdən sonra və Osmanlı imperiyası çöktükdən sonra cənubda isə bizdən cənubda Qacar dövləti, Qacar sülaləsi hakimiyyətdən gedib yerinə Pəhləvi adlanan sülalə hakimiyyətə gəldikdən sonra demək olar ki, İslam hüquq dövlət sistemi tamamilə ortadan qalxır. Burada ancaq başqalarını günahlandırmağa ehtiyac yoxdur. Bu olmalıydı mı? Olmalıydı. Çünki İslam hüquq sistemi artıq 1000 il idi ki, təhrif oluna gəlirdi və düzdür, İslamın gücü, mənəvi gücü və s. bunun qarşısında dayanırdı. Amma artıq İslam hüquq sistemi Peyğəmbərin gətirdiyi şəkildə cəmiyyətin və insanların ehtiyaclarını ödəmirdi. İstismarlar kifayət qədər idi. Yeniliklərə, ictihad qapısının bağlanması, yeniliklərə bir savaş açmaq və s. Bu, İslam hüquq sistemi ilə idarə edilən dövlətlərin çöküşünə gətirib çıxardır və İslam dünyasında əsasən bugün bir çox İslam ölkələrində yenə də hüququn əsası İslam olsa da, əsasən dünyavi idarə etmə sistemi tətbiq edilir. Dünyavi idarə etmə sisteminin tətbiq edilməsi müəyyən qədər bəzən müsəlmanların tarixi əsaslıqlarına ağır gəlsə də, amma əslində tarixi baxımından İslam dünyasının islahı üçün çox önəmli bir şeydir. Yəni bu qəribə gələcək bəlkə də, amma şəriətin istismar edilməsi və qeyri-düzgün tətbiq edilməsi və insanlarda kütləvi olaraq şəriətə qarşı bir kinin yaranmasının yerinə əlbəttə ki, dünyavi hüquqi sistemin mövcudluğu daha yaxşıdır. Müsəlmanların öz mənfəətinədir. Yəni mən praktiki real həyat baxımından deyirəm. Çünki şəriət istismar olunduğu zaman, düzgün tətbiq edilmədiyi zaman, düzgün izah edilmədiyi zaman bu insanların kütləvi olaraq İslam